Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi ecma'in. Əmmə bə'd. Deməli, İbn-i Qeym rahimullah deməli, kitablarının birisində fayda zikr edir. Qulun tövbəsi barəsində danışır. Və buyurur ki, Ənə Allah subhanahu yuhibbuhu və yəfrahu bi təvbətihi ə'azzamə farahin və qad təqarrara ənəl cəzəə min cinsil əməl. Yəni, həqiqətən Allah subhanahu ta'ala qulunu sevir və qulunun tövbəsinə sevinir. Allah ta'ala qulu tövbə etdiyi zaman sevinir. Və Allah ta'alanın qulunun tövbəsinə olan sevinci, fərəhi, yəni böyükdür, əzəmətlidir. Və mükafat da əməlin növündəndir. Ənəl cəzəə min cinsil əməl. Mükafat əməlin növündəndir. Fələ ينسى الفرحة التي يظفر بها عند توبة النصوح وتأمل كيف تجد القلب يرقص فرحا وأنت لا تدري بسبب ذلك الفرح ما هو وهذا. Və deyir ki, yəni qul Rəbbinə tövbə edir və Allah subhanahu ta'ala onun tövbəsindən sevinir. Onun tövbəsinə sevinir və qul nasuh tövbə etməsi ilə günahlardan uzaq duraraq zəfər qazanır, zəfər əldə edir. Və İbn-i Qeym rahimullah deyir ki, sən deyir ki, düşün ki, qəlb nasuh tövbəsi etdiyi zaman sənin qəlbin deyir ki, fərəhdən necə də rəqs edir. Sənin qəlbin fərəhdən necə də rəqs edir. Yəni, sevincdən sanki sənin deyir ki, qəlbin rəqs edir. Və deyir ki, sən bilmirsən ki, bunun səbəbindəndir də. Yəni, nasuh tövbənin səbəbindəndir. Və hədə əmrun lə yəhussu bihi illə həyiyyül qalbi. Və buna deyir ki, yalnız qəlbi diri olan kimsə hiss edir. وَأَمَّا مَيِّتُ الْقَلْبِ فَإِنَّمَا يَجِدُ الْفَرَحَ عِنْدَ ظَفَرِهِ بِالذَّنْبِ. Amma qəlbi ölü olan kimsə isə günahla zəfər qazandığı zaman sevinir. Bir var, insan tövbəsinə görə zəfər qazansın. Yəni, nasuh tövbəsinə görə zəfər qazanır və buna görə sevinir. Və bir də var ki, insan günahla zəfər qazanır və buna görə sevinir. Yəni, baxın, bu ikisi fərqlidir. وَلَا يَعْرِفُ فَرَحًا غَيْرَهُ. Və bundan başqa sevinç görmür o. فَوَازِنْ إِذَا بَيْنَ هَذَيْنِ الْفَرَحَيْنِ وَانْظُرْ مَا يَعْقُبُهُ فَرَحُ الظَّفَرِ بِالذَّنْبِ مِنْ أَنْوَاعِ الْأَحْزَانِ وَالْهُمُومِ وَالْغُمِّ وَالْمَصَائِبِ مَنْ يَشْتَرِي فَرْحَةً سَاعَةً بِغَمِّ الْأَبَدِ. Və İbn-i Qeym rahimullah buyurur ki, sən deyir ki, bunların ikisi arasında fərqə bax. Düşün deyir ki, bunun barəsində iki sevinç. Birisi nasuh tövbəsinə görə sevinir və onun tövbəsinə görə Allah da sevinir və digəri də ki, günahı işlədiyinə görə sevinir. Günahla zəfər əldə etdiyinə görə fərəhlənir. Birincisi deyir ki, daha doğrusu ikincisi, günahla sevinən kimsə, bax deyir ki, bunun sevincinə, yəni, onun deyir ki, müəyyən bir saatlıq sevincidir, əbədi hüznü, qəmi və kədəri özünə deyir ki, gətirir. O, bu günahla. Günahın ardınca ona gələn. Və sonra deyir ki, həmçinin bax, sən deyir, tövbə ilə, itaətlə, nasuh tövbəsi ilə zəfər qazanıb, zəfər əldə edib sevinən kimsənin aqibətinə. Sən bunun aqibətinə bax. Köksü,
genişlənir və nimətlər içərisində olur, gözəl həyat yaşayır. Bax deyir, bunların ardınca gələnlərə bax. Yəni birincisi, insan günahlarına görə fərəhlənir, zəfər qazandığına görə, günahı əldə etdiyinə görə, günahı işlədiyinə görə sevinir və onun ardınca ona nə gəlir? Əbədi qəm, qüssə, kədər, hüzün, bəlalar, müsibətlər, əbədi olan cənnəti bir neçə saatlıq sevinclə dəyişir. Bir neçə saatlıq fərəhlə dəyişir. Və ikincisi nədir? İtaətlərə və itaətlərlə və tövbələrlə insanın sevinməsi və bunun aqibəti də nə olur? Köksünün genişlənməsi, nemət, xoş yaşayış. Və İbn Qeym Rahimullah deyir ki, bunların arasında deyir ki, sən bir tərəziyə qoy. Bax, deyir ki, bunların arasında olan fərqə. Sonra deyir ki, sənə münasib olanı və sənə layiq olanı özün seç deyir. Yəni, sən bunlardan hansına layiqsən? Hansı zəfərə layiqsən? Nasuh tövbəsi ilə zəfər qazanmağa layiqsən, yoxsa günahlarla zəfər qazanmağa layiqsən? Hər ikisinin aqibətini də dedi. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَكُلُّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ Hər kəs öz xasiyyətinə görə əməl edir. Hər kəs öz xasiyyətinə görə əməl edir. وَكُلِّ اِمْرٍ يَصْبُ إِلَى مَا يُنَسِبُهُ Və hər bir kəs özünə münasib olan tərəfə yol tutur. Özünə münasib olan tərəfə yol tutur. Yəni, sənin üçün deyir ki, üstün olan, sənin üçün deyir ki, daha gözəl olan hansıdırsa, ona tərəf yönəl. Və sonra İbn Qeym Rahimullah deyir ki, bəzi sələflər deyərdilər ki, Ennəl abdə lə ya'məlu zəmbə fəyədxulu bihil cənnətə və ya'məlul həsənətə fəyədxulu bihənnə. Deyir ki, bəzi sələflər deyərdilər ki, qul bəzən günah edir və o günah səbəbi ilə cənnətə daxil olur. Və bəzən də yaxşı əməl işləyir və o yaxşı əməl səbəbi ilə də cəhənnəmə daxil olur. Yəni, baxın, deməli, sadəcə insanın yaxşı əməl işləməsi kifayət deyil. Deyir ki, günah edir və o günah səbəbi ilə də cənnətə daxil olur. Və həmçinin yaxşı əməl edir və yaxşı əməl səbəbi ilə də cəhənnəmə daxil olur. Və soruşurlar ki, o kimsələrdən, sələflərdən, وَكَيْفَ ذَلِكَ Yəni, bu necə olur ki? Deyirlər ki, قَالَ يَعْمَلُ الْخَطِيئَةَ فَلَا تَزَالُ نَصْبَ عَيْنِيهِ كُلَّمَا ذَكَرَهَا بَكَى وَنَدِمَ وَتَابَ وَاسْتَغْفَرَ وَتَدَرَّعَ وَأَنَابَ إِلَى اللَّهِ وَذَلَّ لَهُ وَانْكَسَرَ وَعَمِلَ لَهَا أَعْمَالًا فَتَكُونُ سَبَبَ الرَّحْمَةِ فِي حَقِّهِ وَيَعْمَلُ الْحَسَنَ Və deyir ki, necə olur ki, insan günah edir və cənnətə daxil olur? Deyir ki, günah edir və oturub duranda hər zaman deyir ki, gözünün qarşısında onun o günahdır. Eşidirik, fikrimiz burada olsun da. Deyir ki, oturub duranda gözünün qarşısında o günahdır. Daima deyir ki, günahı xatırlayır, ağlayır, peşman olur, tövbə edir, bağışlanma diləyir. Allahın qarşısında diz çökür, Allaha qayıdır, zəlil olur, boyun əyir və o günahın silinməsi üçün əməllər eləyir. Yəni, daima gözünün qarşısındadır. Və beləliklə bu əməl nəyə səbəb olur? Onun Allahın rəhmətinin qazanmasına səbəb olur. Və həmçinin dedir ki, əksi necədir? Yəni, insan yaxşı əməl işləyir və o yaxşı əməl onun gözünün qarşısında olur.
daima o əməli xatırlayır və o əməllə təkəbbürlük eləyir. İnsanlara qarşı təkəbbürlü davranır və həmçinin öz nəfsi ilə razı qalır, ucub gəlir insana. Keyfə la yuazzimunehu və yukrimunehu və yucillunehu aleyhə. Yəni, düşünür ki, yəni, siz insanlar barəsində də, yəni, siz necə təzim etmirsiniz, hörmət qoymursunuz, quca tutmursunuz bu əmələ görə. Fələ təzəlu hədihil umuru bihi həttə təqvə aleyhi əthəruhə fətudxiluhunnar. Deyir ki, insanda bu əlamətlər davam eləyir ki, nədir? Təkəbbürlük və insanlardan xoş söz gözləmək, onlardan tərif gözləmək, onlar onu uca tutsunlar, təzim etsinlər, etdiyi əmələ görə onu tərifləsinlər və bu davam eləyirdir bu cür. Yəni, hətta deyir ki, onun zahirində də bu görsənir ki, insan əməlinə tərif gözləyir insanlardan. Və bununla da deyir ki, cəhənnəmə daxil olur. Bununla da cəhənnəmə daxil olur. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfirukə və ətubu ileyk.